Salam, xoş gördük hər birinizi. Müəllimlər və müəllimliyə namizəd olan şəxslər ümumilikdə hər bir belə deyək də imtahanlarla maraqlanan, imtahanlara da problemlər və sair bu haqda məsələlərə maraq eləyən insanlar üçün istədim bu videonu çəkim. Və bu bir belə deyək də bir etirazımızı bildiyimiz bir mövzudur. Sertifikasiya imtahanı keçirildi və sertifikasiya imtahanına bağlı bəzi fikirlərimi bölüşəcəm. Uyğunsuzluqlar, eyni zamanda problemlər nələrdir? Əvvəla onu deyim ki, imtahan şəffaf deyil. Çünki imtahanda bir bərabərlik, ədalətlilik yoxdur. Bunu nəyə görə deyirəm? Fənlər arasında, yəni müxtəlif fənlərin arasında olan o balans düzgün tənzimlənmir deyə düşünürəm. Sanki müəllimlərin işə qəbulu, daha doğrusu sertifikasiya imtahanında olan digər ixtisaslar üçün nəzərdə tutulan müəllimlər üçün hazırlanan test tapşırıqları ilə bir başqa bir fəndə olan bir test tapşırıqları bir-birini tamamlamır. Yəni balans olaraq eyni deyil. Yəni müəllimlər eyni dərəcədə, yəni müxtəlif fənlərdə eyni dərəcədə yoxlanılmır. Bunu nə ilə sübut eləmək, eyni zamanda nə ilə demək istəyirəm? Mənim özüm 2023-cü ildə müəllimlərin sertifikasiya imtahanında iştirak eləmişəm və orada imtahandakı suallar hədsiz dərəcədə çox asan idi və onu da qeyd edeyim ki, 2023-cü ildə sertifikasiya imtahanında Azərbaycan dili ədəbiyyat ixtisasına düşən suallar hədsiz dərəcədə asan suallar idi və hətta elə bir suallar var idi ki, cingiltili samit olan sözü seç. Yəni bu qədər, yəni bu səviyyədə sual var idi. Yəni çox sadə suallar idi də, belə deyim, bir ibtidai sinif müəllimliyinə hazırlaşan şəxs üçün belə suallar asan suallar idi. Və orada 2023-cü ildə keçirilən sertifikasiya, iyun ayında keçirilən sertifikasiya imtahanında kimlər iştirak eləyirdi? Əvvəlki ilin, məsələn 10 ili tamam olan, 20 ili tamam olan, nə bilim 13 ili tamam olan müəllimlər iştirak eləyirdi. Yəni 3 ili tamam olan müəllimlər iştirak eləmirdi. Və 2023-cü ildə iyun ayında olan o imtahanda partlayış nəticələr oldu. 60'lar, 59'lar, 58'lər və s. və s. çox idi. Nəticələr hədsiz dərəcədə yüksək nəticələr çox idi. Və həmin ilin avqust ayının əvvəlləri idi 2023-də. Onda isə filoloqların, yəni Azərbaycan dili ədəbiyyat müəllimlərinin növbəti imtahanını keçdilər, sertifikasiya imtahanını keçdilər və bu sertifikasiya imtahanında bu dəfə 3 ili tamam olan müəllimləri dəvət elədilər ora. 3 il tamam olan müəllimlər. Yəni görürsünüz burada fərq nədən ibarətdir? Sertifikasiya imtahanında iyun ayında Azərbaycan dili ədəbiyyat ixtisası üçün keçirilən əvvəlki ildən işləyən müəllimlər üçün ayrıca imtahan oldu. Avqust ayının əvvəlində isə ayrıca imtahan oldu. Yəni onlara 3 ili tamam olanlarla əvvəlki illərin arasında olanlar eyni yerdə imtahan vermədilər. Və iyun ayında olan əvvəlki ildən işləyən müəllimlərin imtahanı hədsiz dərəcədə, məsəl üçün 100% ən çətindirsə 30% çətinliyində imtahan saldılar. Amma avqust ayı ərzində olan imtahanda isə hədsiz dərəcədə suallar çətin oldu. Yəni hətta deyərdim ki, o müəllimlərin işə qəbul imtahanında necə suallara ağır salırlar, həmin imtahanı o səviyyədə saldılar. Və həmin imtahanda iştirak edən müəllimlər, işləyən müəllimlər, 3 ili təzə tamam olmuş müəllimlər və yaxud da kənarlıq məzuniyyətindən qayıdan gənc müəllimlər hamısı şikayət elədi və nəticələr hədsiz dərəcədə aşağı oldu. Yəni, tək-tük adam var idi ki, 50 plus nəticə toplaya bildi 60 baldan. Və nə oldu sonra? 2024-cü ildə riyaziyyat ixtisası üzrə, burada mənim riyaziyyatçılarla heç bir qərəzliyim, problemim yoxdur. Sadəcə olaraq düzgün ölçülməmə məsələsini vurğulamaq istəyirəm. Yəni gedişatın problemli olduğunu demək istəyirəm. Və 2024-cü ildə riyaziyyatçılar üçün imtahan keçiriləndə 20 il əvvəl başlayan müəllimdə, 10 il əvvəl başlayan, 7 il, 8 il olan müəllimlərlə 3 ili yeni tamam olmuş müəllimlər bir yerdə iyun ayında imtahan verdilər. Və suallar isə yenə necə oldu? Ən asan suallar oldu. Yəni riyaziyyatçılar üçün nəzərdə tutulan tapşırıqlar hədsiz dərəcədə asan idi və bunu riyaziyyatçıların özləri də təsdiqləyir. Yəni onlar, yəni özləri də bilirlər ki, suallar asan olubdu. Və bir riyaziyyatçı əgər imtahandan 1 saata, saat yarıma imtahandan çıxırsa, deməli o imtahan asan olubdu. Demək ki, o imtahan asan olubdu. Çünki riyaziyyat elə bir fəndir ki, bu fənnin yəni ciddiliyini başa düşürəm.
Özləri də müəllimlərin özləri də bilirlər ki, riyaziyyatda istifadə olunan test tapşırıqlarını işləmək üçün kifayət qədər vaxt lazımdır. Təbii riyaziyyatçıların şikayətçi olduğu şey həmişə vaxt olub. Amma bu sertifikasiyada heç vaxt elə bir şey olmadı. Və 2024-cü ildə keçirilən sertifikasiya riyaziyyat ixtisasında, digər ixtisaslarda da suallar hədsiz dərəcədə asan oldu. Və bu dəfə Azərbaycan dili ədəbiyyat ixtisasındakı kimi iyun ayında birini, avqustda da birini keçirtmədilər. Yəni iyun ayında əvvəlki ilin keçirilənlərini keçirsinlər 24-də. Avqustunda da 3 il tamam olanları eləsinlər. Eləmədilər. Onları birləşdirdilər, bir yerdə və asan saldılar. Və gəldi 2025-ci ilin MİQİM sertifikasiya imtahanına. 2025-ci ilin sertifikasiya imtahanı, yəni bu günlərim keçirilən Azərbaycan dili ədəbiyyat ixtisasında və riyaziyyatdan da olanlar var idi. Çünki əvvəlki ildən qalan müəllimlərdir. 3 il tamam olanları sertifikasiya imtahanına cəlb etdilər və Azərbaycan dili ədəbiyyata düşən suallar yenə də ağırlıq dərəcəsindədir. Yəni 2023-cü ilin lap başda vurğuladığım 23-cü ilin iyun ayında nəzərdə tutulan tapşırıqlar kimi suallar düşmədi. Yəni suallar o səviyyədə istifadə olunmadı. Amma riyaziyyatçılar 24-cü ildə əvvəlki illərlə və eyni zamanda 3 il tamam olanlar neçə 24-də imtahan verdi. Eyni səviyyədə suallar yenə də riyaziyyatçılara salındı və riyaziyyatçılar bu günlərin yüksək nəticələrlə yenə də özlərini və ətrafındakı insanları sevindirdilər. Amma filoloqlara yəni olan suallar isə belə deyil. Mənim indi burada problem kimi, yəni düşündüyüm məsələ nədir? Niyə görə belə olur? Nəyə görə 2023-cü ildəki sertifikasiya imtahanında iyun ayında olan imtahan hədsiz dərəcədə asan oldu? Halbuki mənim özüm də o imtahanda iştirak etmişəm və orada 54 bal toplamışdım və mən hədsiz dərəcədə o imtahanı çox lazımsız imtahan hesab eləyirdim. Yəni belə deyim də o imtahan səviyyəsində müəllim ölçülməməlidir düşünürəm. Amma niyə görə? Əgər belə keçiriləcəkdisə 23, niyə görə 3 il sonradan tamam olan gənc müəllimləri kəsib doğradılar? Niyə görə onlara qarşı ədalətsizlik oldu? Yəni nə oldu? Elə filoloqlar savadsız oldu bu vəziyyətdə. Yəni bu fərqi bilmirəm, kimlərsə tutub tutmayıb. Amma mən bunu öz gözümlə görmüşəm və müşahidə eləmişəm və öz tələbələrimdən də bu imtahanda mənlə bir yerdə girənlər də vardı, məndən sonra girənlər də var idi. Yəni avqustda 2023-dən danışıram. Amma bu il 24-ün də filoloqlarına 3 il tamam olanları, eyni zamanda 25-in 3 il tamam olanlarına amma suallar MİQ səviyyəsində oldu. Amma riyaziyyatda və digər ixtisaslarda isə bu elə olmadı. Yəni orada birinci imtahan verənlər, iyun ayında olanlar asan, avqustda olanlar çətin 23-də elədilər. Amma növbətlərdə isə birləşdirib bir yerdə verdilər. Bir yerdə verdikləri isə asan elədilər. Və asan eləyəndən də sonra isə hamı keçmiş oldu imtahandan. Demək olar ki, yüksək ballar, 60'lar, 59'lar bu günlərim artıq var. Bax, problem budur ki, niyə bu qərəzlik var, niyə bu problem var? İndi bəlkə də çox adam buna çatmayacaq, çox adama səsimi çatdırmaq istədiyim adamlar bəlkə də dinləməyəcək, amma bu problem bizim mövcud vəziyyətimizdə qarşımızda çıxır. Və üstə gəl, suallara gəldikdə isə, suallar düşünürəm ki, düzgün hazırlanmır. Suallar düzgün tərtib edilmir. Sualları əgər biz riyaziyyat ixtisası ilə eyni dərəcədə bir ixtisasıqsa, Azərbaycan dili ixtisası, Azərbaycan dili ədəbiyyat ixtisası, riyaziyyatla eyni səviyyədədir. Müəllim kontingenti demək olar eyni səviyyədədir ölkələr üzrə. Əsas fənlərdir bu fənlər. Nə oldu? Riyaziyyatçılarla savadlı oldu. Amma Azərbaycan dili ədəbiyyat müəllimləri savadsız oldu. Bugünkü mən gördüyüm müəllimlər üzüntüləri, bu müəllimlər 40 bal, 45 bal, 42 bal, yəni bir neçə il bundan əvvəl 60 ballıq sistemlə 56 bal toplayan adam gedib 43 bal toplayırsa, onda müəllim, məktəb, belə deyim də, ay məktəb, sən müəllimini savadsızlaşdırdın, sən müəllimini, belə deyək də, 3 il işlətdin və o savadsız oldu. Yəni görün, yəni nə düşüncədir bu, nə yanaşmadır. Yəni nazirliyin burada məqsədi nədir, mən anlamıram. Müəllim savadsızlaşır bu vəziyyətdə. Riyaziyyat müəllimində niyə elə bir hal baş vermir? İllər əvvəl 54 balla, 55 balla toplayan bir riyaziyyatçı, amma gedir bu illərim toplayır 56 bal, 57 bal, 58 bal, 60 bal. O necə olur? Amma 56-57 bal toplayıb qəbul olan Azərbaycan dili ədəbiyyat müəllimi gedib 43-44 bal toplayır. Məktəbin fəaliyyəti o qədər belə deyək də səriştəsizdir ki, müəllimi savadsızlaşdırır. Onda belə çıxır ki, nazirlik düz işləmir.
Deməli, yanaşma düzgün deyil. O təhsil institutunda olan əməkdaşlar, onların yanaşmaları öz fərdi beyinlərinə əsaslanır. Ən azından sualı sən hazırlayan ay insan, ay adam. Əgər sən sual hazırlayırsansa, ən azından fikirləş ki, görün mən bunu işləsəm nə qədər vaxtım gedəcək? Sən sualı elə qoymaqla məqsədin nədir? Mən demirəm imtahan çətin olmasın. Sən ən yaxşı müəllimi seçirsən, ən yaxşı müəllimi keyfiyyətini qiymətləndirirsən. Tamam, razı. Amma iş orasındadır ki, sən bunu eləməklə özünü gözdən salırsan, öz nüfuzuna xələl gətirirsən ki, yəni mən nazirlik olaraq öz müəllimi sındırıram. O müəllim zaten işləyir də, maaş vermək istəmirsən, 35%-ə salmaq istəmirsən müəllimi, onda hamısına qarşı eyni yanaşdı, eyni davranda. Yəni bu yanaşma düzgün deyil. İndi bu sualı hazırlayanlar kimlərdirsə, ümid edirəm ki, bununla bağlı suallara çıxıb açıqlama verirlər, danışarlar. Əgər o savadları, o ağılları varsa, o şuurları varsa, izah eləmək gücünə sahibdirlərsə, o sualları kimlərsə təhlil eləsin, izah eləsin. Mən də deyim ki, hə, mən səhvəm, mən düz eləməmişəm və ya biz Azərbaycan dil ədəbiyyat müəllimləri savadsız imiş, savadsız olmuşuq. Ona görə də bilməmişik. Heç nə. Siz savadlısınız, siz alimsiz, siz supersiz. Ümid edirəm ki, bunu eləyərlər. Təhsil institutunu mən düşünürəm ki, belə deyim də, təhsil institutu həqiqətən də fəaliyyət olaraq hazırlanmış bir yaxşı təşkilatdır. Amma başında olan və yaxud da fəaliyyətdə həyata keçirdən şəxslər ki var, səriştəsizdir deyə düşünürəm. Ona görə də bununla bağlı bir addım atılsa, bununla bağlı bir belə deyək də, kadrları yeniləsələr, düşünürəm ki, yaxşı olacaq. Yəni bunu düşünürəm ki, bizim etiraz eləməyimiz bizim haqqımızdır və Azərbaycan dil ədəbiyyat müəllimləri olaraq biz tələb edirik ki, suallar ümumiyyətlə paylaşılsın, izah olunsun, ictimaiyyətə təqdim olunsun, müəllimlərə izah edilsin ki, bu suallar əslində belədir. Məsəl üçün, siz savadsızsınız, bu bildirilməlidir. Belə bu qədər, mən bu qədər danışacağım. Ümid edirəm ki, hər kəs üçün belə deyək də, bir dəstək olaram və nazirlik də ən azından bu tip məsələlərə reaksiya verər. Yenə də belə deyək də, lor dildə desək, bir çarə etməsələr başımız sağ olsun. Bu bizim savadımızı ölçən deyil. Bu sadəcə olaraq kimlərinsə marağı üçün nəzərdə tutulan bir imtahandır. Ona görə də hər kəsə uğurlar arzu edirəm. Fəaliyyətinizdə həmişə öncül müəllimlərdən olun. Sizin savadınıza, sizin bacarıqlarınıza belə deyim də inanıram və yüksək nəticə toplamısınız və bu imtahanda siz tutalım nəticəniz aşağı düşübdür, amma bu nəticəniz aşağı düşməyibdir. Çünki eyni savadın yiyəsiniz və daha artığına sahibsiniz. Sadəcə olaraq ədalətsizliyin bir növ qurbanı olmusunuz. Hər birinizə uğurlar. Bir daha diqqətinizə görə minnətdaram. Sağ olun.